tikinti şirkətləri qiymət artımında süni vasitələrə el atırlarmı? Əslində o məsələyə gəlirdim sonuncu variant kimi, sonuncu məsələ kimi. Bəli, süni vasitə nədən ibarətdir? Geniş rəqabətin olmaması bu sahədə. Mən hesab edirəm ki, sağlam rəqabət mühiti yaradılsaydı, Azərbaycan bazarındakı tikinti şirkətləri bilavasitə dövriyyə aktivlərindən asılı olsaydılar, onlar bu qədər, belə deyək də, qiymət siyasətində mühafizəkar yanaşma ortalığa qoya bilməzdilər. Təsəvvür edin ki, tikinti şirkətinin kifayət qədər kənar maliyyə resursları var. O, eyni zamanda 50 dənə çox mənzilli bina tikmə imkanına malikdir. İnşa etdiyi binadakı mənzilin satılıb-satılmaması onun öz fəaliyyətini davam etdirməsinə heç bir təsir göstərmir. Kifayət qədər kənar maliyyə resursları var. Ona görə də, məsələn, satılmasa belə, 3 il mənzil satmasa belə, 5 il mənzil satmasa belə heç bir problemi olmayacaq.